Gördüyünüz kimi Android telefonun yaddaşını tam formada təmizlədim və lazımsız telefonda nə var idisə hamısı silindi. Siz də bunları edərək telefonun yaddaşını təmizləyə bilərsiniz. Hamıya salam, videomuza xoş gəlmisiniz. Bu videoda sizlərə Android, yəni Samsung telefonun yaddaşını tam formada təmizləməyi göstərəcəm. İndiki dövrdə çox telefonların istifadə olunsa belə, olunmasa belə öz-özünə yaddaşı dola bilir. Ona görə də xahiş edirəm ki, bu videonu diqqətlə izləyin ki, sizin də telefonunuzun həm yaddaşı təmizlənsin, həm də arada problem yaranmasın. Deməli, ilk öncə birinci telefonun yaddaşı nə qədər dolub və yaxud da nə qədər boşluğunu göstərim. Ayarlara daxil olub buna baxa bilərsiniz. Batarya və cihaza qulluq bölümündən. Deməli, bura gəlirsiniz, bu formada məlumatlar gəlir. Burada ikincidə yaddaş yeri var. Bura daxil olub baxa bilərsiniz. Gördüyünüz kimi burada 53% dolub. Yəni 64 GB-ın 34 GB dolub. Özünüz burada hamısını görürsünüz. Şəkillərdə, videolarda hamısı burada sırasıyla verilib. Samsung özü buranı çox gözəl bir şəkildə sıraya düzüb. Deməli, sizə onu deyim ki, ikinci hissə başlayaq. Yenə deyirəm, xahiş edirəm diqqətlə izləyin ki, problem olmasın. Bir də başlamazdan da əvvəl aşağıdan kanalıma abunə olub və videoya like atın ki, belə videoların davamı gəlsin. Birincisi, deməli, ən çətin şeyi göstərəcəm. Çox adamlar keçən videomda da burada səhv eləmişdi. Ona görə də çətin olandan başlayıram. Birinci telefon proqramına daxil olursunuz. Yəni, zəng etdiyimiz telefon proqramına daxil olursunuz. Buraya yazırsınız ki, ulduz DS 9900 DS ulduz. Bunu yazırsınız. Gördüyünüz kimi belə bir pəncərə açıldı. Onu deyirəm ki, burada heç nəyə toxunmayın. Çünki təhlükəli bəzi şeylər var burada. Diqqət eləyirsiniz bura. Və burada deməli 4-cü paneldə, yəni ayrıca olunmuş panelə klikləyirsiniz. Yəni ox işarəsi ilə göstərmişəm. Buna klikləyirsiniz və belə bir şey gəlir. Yəni deyir ki, yaddaş təmizləndi, lazımsız keşlər təmizləndi. Oka kliklərsiniz. Yəni burada telefonda yığılmış bəzi lazımsız keşləri təmizləyir. Yenə deyirəm, diqqət olun, digər şeylərə toxunmayın. Yalnız onu təmizləyin, digərlərinə toxunmayın, çıxın o proqramdan. Yəni lazımlı heç bir şeyi silmir. Telefonda bəzi sizin görmədiyiniz lazımsız şeylər yığılıb, onları silir. Daha sonra deməli parametrlərə daxil olursunuz və buradan aşağı sürüşdürürsünüz. Və burada deməli proqramları tapıb ona daxil olursunuz. Və gördüyünüz kimi telefona yüklü olan və telefonun daxilində olan sistem proqramları və yüklü olan proqramlar çıxdı. Deməli biz buradan deməli aşağıda proqramlarınız yazılan yerin sağ tərəfində 3 dənə xətt kimi bir işarə var. Buna daxil olursunuz və burada deməli həm yuxarıda sistem proqramlarını göstər var. Həm bunu aktiv edirsiniz, həm də çeşidlər bölümündə isə ölçünü klikləyib oka klikləyirsiniz. Gördüyünüz kimi buradan bütün proqramlarımız sıralandı və ən çox telefonda yer tutan proqramlar hamısı sırasıyla verildi. Baxın, məndə gördüyünüz kimi TikTok 2.31 GB və digərləri də ən çox tutanları sıraladı. Deməli, buradan siz ən çox yer tutan proqramlara daxil olub bunların keşini təmizləyirik. Yəni başdan deyim ki, keşi təmizləməyində heç bir şeyə ziyanı yoxdur. Əksinə telefonda olan bəzi lazımsız şeyləri silir və telefonda yer açılır. Deməli, buradan misal üçün bizdə TikTok ən çox yer tutanlardan biridir. Daxil oluruq TikToka və burada ehtiyat var. Buna daxil olursunuz. Gördüyünüz kimi bu formada bir panel açıldı və burada keş yazılıb. Özünüz gördüyünüz kimi keş. Bu telefonda TikTok barədə lazımlı heç nəyi silməyəcək və burada heç bir lazımlı şey yoxdur. Ox işarəsi ilə göstərmişəm. 220 MB tutur. Yəni buradan aşağıdan keşi təmizləyə klik edirsiniz və biraz gözləyirsiniz, avtomatik keşi təmizləyəcək. Gördüyünüz kimi təmizlədi və 0 byte oldu. Bir də diqqət edin ki, burada məlumatları sil yazılıb. Buna klik etməyin, çünki TikTok təmiz sıfırdan başlayacaq. Yəni Play Store-dan ilk necə yükləyirsiniz, o formada da açılacaq. Ona görə də buna diqqət edirsiniz. Yalnızca keşi təmizləyirsiniz. Və həmçinin də geri qayıdıb digər proqramlarında keşlərini təmizləyirsiniz. Yenə deyirəm, bu müvəqqəti bir şeydir. Yəni bir dəfə silirsiniz, yenə bir aydan sonra yenidən bu keşlər yüklənir. Proqramı istifadə etdikcə, ona görə də siz aylıq olaraq bir rejim qurun, bunu aylıq olaraq təmizləyin. Yəni telefonda ən çox yer tutan şeylərdən biri birinci göstərdiyimdirsə, ikincisi də budur. Yəni buna da diqqət edirsiniz ki, aylıq dediyim kimi rejim qurun, siz o formada təmizləyin. Mən misal üçün bu telefonun yaddaşı 64 GB-dır, yəni həm də çox işlənilmir bu telefon. Ona görə də heç təmizləmirəm, həm də video çəkməyə görə belə qaldı. Bunlara toxunmamışdım. Siz gəlin buradan, əsas birincisi onu deyim ki, TikTok'dır, WhatsApp'dır, Instagram'dır, bu tipdə proqramları, bir də YouTube'dır, Google Chrome'dır, Yandex'i, yəni bu əsas brauzerlərdir. Bunların yaddaşların, keşlərini təmizləyin ki, ən çox yəni yer tutan bunlardır. Çünki Google Chrome tətbiqindən saytlara falan da daxil olursunuz. Həmin saytların da keşləri telefonun yaddaşına yığılır. Buna diqqət edin ki,
Yəni bu formada olur. İndi özünüz gördüyünüz kimi burada tətbiqlərimiz var. Və gördüyünüz kimi Google Chrome yoxdur. Çünki qeyri-aktivdir. Mən bu proqramı dayandırmışam. Yəni istifadə etmədiyimə görə və təhlükəli olduğuna görə dayandırmışam. Özünüz də gördüyünüz kimi 320 MB idi və sildim onu da. Və siz də bu formada tövsiyə edirəm ki, elə mümkündürsə bunların çoxsunu silin. Yəni ən aktiv işlətdiklərinizi burada tapın və silin. Yenə də deyirəm, ən başda çıxanlardan ilk 20 dənəsini təmizləyin. Məsəl üçün Gmail, baxın, heç buna diqqət eləməmişəm. Heç istifadə olunmayan proqramda, amma 46 MB yer tutur. Yəni 46 MB olan oyunlar, proqramlar var. Yəni 46 MB 32 yaddaşlı telefonlar üçün az deyil. Yenə 64 üçün deməyək, amma 32 olanlar üçün az deyil. Daha sonra gəlirsiniz burada. Sizə yaxşı bir şey göstərim. İndiki telefonların və bəzi telefonların, yəni qısa formada deyək, daxili yaddaşlarından əlavə bir də bulut yaddaşı var. Bulut yaddaşı da o deməkdir ki, yəni Samsung Cloud və yaxud da Xiaomi Cloud öz telefonunuzda görmüsünüz bunu. Telefonda daxil olun ayarlara və ən üstdə deməli Samsung Cloud-a daxil olun yazılacaq. Siz də ona daxil olun və telefon nömrəsi ilə və yaxud da e-post ünvanı ilə ora qeydiyyat açın. İndi mən açmışam deyə burada belə gəlir məndə. Qeydiyyatınızı açdığınızdan sonra buraya deməli istədiyiniz kimi həm şəkillərinizi, həm videolarınızı, mahnılarınızı, şəkillərinizi, hər şeyinizi yükləyə bilərsiniz. Qısa formada belə deyim. Bunları yükləyirsiniz telefonunuzun cloud hesabına və şəkilləriniz silinsə belə qaleridən yenə də orada qalır və telefonunuz tutaq ki, format elədiniz və yaxud da düşdü sındı, Allah göstərməsin. Düşdü sındı və yenidən Samsung telefona həmin cloud hesabını açdığınızda daxilində həmin şəkillər, videolar olacaq. Yəni buradan idarə edə bilərsiniz. Bir də istəyirsə sizin üçün göstərim bunu. Ayarlara daxil olursunuz və burada hesablar və nüsxələr olacaq. Yəni ona daxil olub oradan edə bilərsiniz. Hesab və nüsxələr. Bura daxil olursunuz və nüsxələri idarə et falan yazılır. Nüsxə məlumatı, nüsxələri yükləyin falan yazılacaq. İndi mən eləmişəm deyə bu formada qalır. Yəni siz buradan Samsung account hesabınıza yükləyirsiniz hər şeyi. Yəni məlumatlarınızı bura yükləyirsiniz. Misal üçün dediyim kimi telefonunuzu format elədiniz və yenidən açanda buradan hesablar və nüsxələr bölümündən gəlib telefonunuza yükləyə bilərsiniz. Burada nüsxələri bərpa et olacaq, məlumatları bərpa et. Yəni bu hissədən daxil olub eləyə bilərsiniz. Baxın, gördüyünüz kimi burada mənim telefonum çıxdı. Natiqin A51, yəni bu hissədən siz də eləyə bilərsiniz. Çox gözəldir, yəni bulut depolama deyilir buna da. Bu barədə də qısa video gələcək yaxın vaxtlarda. Bir də deməli, telefonunuzda qaleridə bəzi sildiyiniz şəkillər, videolar çoxsu bilmir, ona görə göstərirəm. Buna da diqqət edirsiniz. Sildiyiniz şəkillər, videolar telefonun yaddaşında qalır, silinmir. Buna da diqqət edirsiniz ki, qaleridən tutaq ki, biz bu şəkli sildik və bu yenə də burada qalacaq. Gəlirsiniz buradan qaleriya yenidən daxil olursunuz və aşağıda 3 nöqtə var. Buna klikləyirsiniz. Burada zibil var, yəni zibil qabı işarəsi var. Buna daxil olursunuz. Gördüyünüz kimi sildiyimiz bütün şəkillər, videolar hamısı buradadır. Yəni siz də bunu üst hissədən 3 nöqtəyə klik edib boş yazılıb buna klik edərək silə bilərsiniz. Yenə də deyirəm, təhlükəsizliyə görə telefon yəni şəkilləri silmir ki, birdən bir problem olar. Yenidən yükləmək istəyirlər, ona görə də silmir. Və daha sonra sizə deməli nə göstərim? Deməli WhatsApp. WhatsApp'ın da daxilində şəkillər var, yəni şəkillər, videolar, mesajlar falan var. WhatsApp'dan deməli bizə atılan şəkillərdə, şəkillər, videolarda telefonumuzun yaddaşına düşür. Bunu da bağlamağı göstərim ki, çünki əsasən yer tutan proqramlardan biri, yerin dolmasına səbəb olan proqramlardan biri WhatsApp'dır. Yəni sizə belə bir şey göstərim, ona diqqət edirsiniz. WhatsApp'ın ayarlarına daxil olun və buradan söhbətlər yazılıb, ora klik edirsiniz və media görünümlülüyü var. Buna klik edirsiniz, bunu bağlayırsınız. Yəni bu bağlı qalır. Bu bağlı qaldığında WhatsApp'dan atılan şəkillər, videolar, musiqilər telefonun yaddaşına düşmür. Amma bunu açdığınızda WhatsApp'dan nə şəkil, video falan gələcəksə telefonun yaddaşına düşəcək. Tutaq ki, siz bunu bağladınız və sizə vacib bir şəkil atıblar. Toy şəkili deyək, misal üçün sizə toy şəkili atıblar. Bu istəyirsiniz ki, düşsün qaleriya. İndi bunu da göstərim necədirlər. Misal üçün buradan daxil oluruq. Şəklin üstünə daxil olub, yəni şəklə daxil olacaqsınız. Üstdə 3 nöqtə var. İndi mən bunu göstərə bilmirəm. Atılan şəklin üstündə 3 nöqtə olacaq. Ona daxil olacaqsınız və orada yadda saxlayın olacaq və yaxud da qayd edin olacaq. Ona klik edib yaddaşda saxlaya bilərsiniz. Həmçinin videolarda, şəkillərdə, musiqilərdə hamısında edə bilərsiniz. Yəni bunu da əlavə olaraq göstərdim ki, çox adam yazmış ki, WhatsApp'dan gələn şəkillər mənim telefonumun yaddaşını doldurur. Bunu necə düzəldə bilərəm? Ona görə də bunu göstərdim mən əsas olaraq. Və əlavə olaraq isə onu deyim ki, telefonunuza
kənar tətbiqlər yükləməyin. Kənar tətbiqlər dediyim də nədir? Misal üçün SS Cleaner kimi, təmizləyici proqramları kimi, süpürgə proqramları deyirlər el arasında. Yəni o tipdə proqramlar yükləməyin, çünki onlar belə telefonun yaddaşını doldurur. Götürüb təmizləyəcək kimi görünür, amma xeyr. Yəni telefonun əksinə yaddaşını doldurur. Baxın, bu tipdə proqramları telefonunuza yükləməyin. Əksinə yaddaşı boşaltmaqdansa yaddaşı avtomatik doldurur bunlar. Həm özlərinin tutduğu yer doldurur, həm də çox işə yaramır. Ona görə də heç kimə bunları yükləməyi tövsiyə etmirəm. Elə ondansa sizə yaxşı bir funksiya göstərim, telefonda onu işlədin. Bu formada telefonun ana ekranıdır. Bura orta hissəyə sıxıb saxlayırsınız və burada widgetlər yazılıb. Bura klikləyirsiniz və burada cihaza qayğı yazılıb. Bura klikləyirsiniz və burada gördüyünüz kimi təmizləyici kimi, yaddaş ayarları kimi proqram var. Buna klik edib əlavə et deyirsiniz və ekrana bu formada həm yaddaş yeri, həm də yaddaş kimi belə bir işarə gəlir. Burada həm telefonun RAM-ını göstərir, həm də telefonun yaddaşının nə qədər olduğunu göstərir. Bura klik etdiyinizdə isə bayaqçı, yəni cihaza qayğı bölümünə atır. Deməli, bayaqçı yerə daxil olaq. Biz yenə də az təmizlədik, amma 53% idi, səhv eləmirəmsə. 53%, yəni gördüyünüz kimi 50%-ə düşürdü. İzləmişdim. Mən dediyim şeyləri siz eləsəz, telefonunuzda misal üçün 53% idisə də sizdə düşəcək o 40%-a, 30%-a falan düşə bilər. Yəni mən dediyim kimi əvvəlcədən təmizləmişdim. Daha sonra ağlıma gəldi ki, buradan telefon yaddaşını təmizləmək barədə video çəkə bilərəm. Və deməli bu hissədən gördüyünüz kimi zibil var. Yəni qaleridən düşmüş zibil qabı bu hissədə də görünür. Və ondan əlavə isə aşağıda da bəzi proqramların tutduğu lazımsız fayllar görünür. Misal üçün telefona yüklədiyimiz fayllar hamısı burada durub. Bunları da tapıb silə bilərsiniz. Yəni amma bir şeyə deyirəm, diqqət edin ki, lazımlı fayllarınızı, şəkillərinizi, videolarınızı silə bilərsiniz. Ona görə də diqqətli olun siləndə. Baxın, misal üçün burada bəzi lazımsız şeylər var. Mən indi bunları siləcəm. Misal üçün budur. Bu formada üstünə klikləyib zibil qabına köçür deyirsiniz, silinir avtomatik. Və belə bir şey deyim ki, qaleridə olan zibil qabından telefonun faylların proqramı var. Onda da yəni zibil qabı var. Daxil olursunuz, burada zibil var. Yəni gördüyünüz kimi bu hissədən zibilə daxil olursunuz. Gördüyünüz kimi bayaq sildiyimiz fayllar ikisi də yəni buradadır. Bunların üstünə klik edib silirsiniz. İndi bunlar lazımlı olduğuna görə mən silmirəm. Yəni siz bu formada idarə edə bilərsiniz. Bir də burada yaddaş yeri, yəni daha doğrusu yaddaş, yəni telefonun RAM-ı var. Baxın, gördüyünüz kimi yaddaş yazılıb. Burada deməli telefonun öz yaddaşı, yəni RAM-ı 4 GB-dır. Bu hissədən onu da təmizləyə bilərsiniz və kanalımda inşallah telefonların, Android telefonların RAM-ını təmizləmək barədə video gələcək. İstəyirsinizsə əgər gəlsin. Yəni əgər o videonun gəlməsini istəyirsinizsə kanalıma abunə olun və videoya like atın ki, həmin videonu paylaşsam sizə bildirişi düşsün. Bir də bu formada videoların davamı üçün yenə deyirəm, aşağıdan kanalıma abunə olaraq mənə dəstək ola bilərsiniz. İnşallah gələcək videolarda görüşərik. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.